Salam aleykum əziz izləyicilər. Necəsiniz? İnşallah yaxşı olarsınız. Bugün istədim bir qısa video çəkəm. Gördüm ki, bir neçə gözəl insan şərh yazıb ki, bəs videolar gəlmir, video paylaş kanalda. Düzdür, bir neçə həftədir, gündür deyək, belə deyək, video paylaşmıram. Yəni çünki işlərim olur, bir-iki işlərim olur, ona görə video paylaşa bilmirəm. Yəni indi vaxtım olur video çəkməyə 5-10 dəqiqə. Prosta nə haqda çəkim ona qərar verə bilmirəm. Belə deyim, yəni kim hansı məlumat almaq istəyirsə, yəni məsəl üçün deyək, bilmək istəyirsiniz ki, məsəl üçün dovşan necə yemlənməlidir, məsələn deyirəm, yəni yoruma yazın ki, yəni yorum yerinə, şərh yerinə yazın ki, bəs dovşan necə yemlənməlidir, bu haqda bir video çək, ya nə bilim, filan məlumat haqda video çək, yəni belə şərh yerinə yazıb, yəni bildirə bilərsiniz, mən də bu haqda video çəkə bilərəm. Yəni bu da dovşanlarımızdır. Bu erkəkdir bildiyiniz kimi. Buradakı da dişidir, qara. Bu balaladı, bunun videosunu da çəkmişdim, paylaşacaqdım. O video silindi getdi. 3 dənə bala balaladı. Bir dənə açıq boz, yox, əstəğfurullah, bir dənə tünd boz, 2 dənə də qara, özü kimi əyağı ağ, bırnaq bala balaladı. Yəni tam 3 dənə də. Doğum anında o boz ölüb, yəni zəif oldu, o öldü. İkisi qaldı, qaralar. Amma ki, necə deyim, ana birinci qarındır deyənə, yəni birinci qarındır doğduğu, ona görə yaxşı baxmadı. Südü yaxşı olmadı, yaxşı baxmadı. Birinci qarında belə şeylər olur. Yəni ona fikir verməyin. Yəni çox adam görür, balaya baxmır, birinci qarın doğur, balaya baxmır. Onunla da aparıb satır, ya nə bilim dəyişir, kəsir, nəsə eləyir axırı. Amma yox, belə eləmək lazımdır. Məsəl üçün birinci qarın doğdu, balaya baxmadı, ya nə bilim bala zəif doğdu, öldü. Ya balanı, ya da ki balanı yedi, birinci qarın doğub balanı yedi. Ola bilər belə şeylər. Yəni şans vermək lazımdır dovşana. Bir dəfə də şans verin, ikinci qarın doğsun, ikinci qarın yaxşı doğmasa, bir dəfə də üçüncü şansı, dördüncü şans, belə şans verə bilərsiniz ki, yəni görün necə gələn balalamalarda, yəni digər balalamalarda necə balalayacaq, yəni ona baxın. Yəni birinci qarın balaladı, baxmadı, aparım, satım, nə bilim, kəsim, dəyişim, elə eləməyin. Yəni bir-iki dəfə şans verin dovşana. Mən də bu dovşana bir şans verdim, bir yox daha doğrusu, yəni şans verəcəm, 200 şans verəcəm, görüm yaxşı balalamasa, 200 dəfə dalbadal yaxşı balalamasa, böyütməsə balaların, düzdür, dəyişəcəm. Yəni ölüm, nəsə axırı. Dəyişməyəcəm, çünki yaxşı balaya baxandır, yəni bu yaxşı heyvan döyürsə, mən özümə rəva bilmirəmsə, götürüb başqasına satmaram. Kəsəcəm, yəni nə bilim, belə damazlıq üçün yox, belə həvəsə alıb saxlamaq istəyən, artırmaq istəməyən insan olsa, yəni bir dənə alım qalsın orada, elə desələr, elə bəlkə sataram, o da heç bilmirəm. Çox ehtimal, yəni kəsərəm. Amma erkək yaxşıdır, erkək maşallah, erkək yaxşıdır. Keçək bunu, o yüzden çəkək, işığa prosta zəifdir. Gözüm, bura bağlayaq, dovşan çıxmasın. Yəni dediyim kimi, kim nə haqda məlumat almaq istəyirsə, desin, o haqda da video çəkin. Buralar da pis gündədir. Buraları da gərək təmizləyəm. Sözə sağlıq, bir neçə gündə xəstə idim. Həm ona görə video paylaşamadım, həm də ki, burada ona görə təmizləyə bilmirdim. İnşallah təmizləyəcəm. Belə yəni pisdir, belə qalmalıdır. Yeri kirli qalmalıdır dovşanın. Xəstəliklərə yol açar, yəni bir çox problemlərə yol aça bilər. Ona görə siz çalışın dovşanın yerin
necə deyim, belə kirli saxlamayın. İndi mən xəstə idim yenə təmizləyə bilmədim. Amma siz çalışın belə kirli saxlamayın. Keçək dişi də görsədim yaxşı yaxından. Yəni bilirdiniz olsa özümə bir cüt saxlamışam. Qalanları hamısı getdi. Apardım onları. Verdim. Onların hamısı yaxşı heyvan idi. Düzdür, problem yox idi. Prosta ki nəsə istəmədim. İndi bunu bir dənə də belə məlumat verim ki, doğuşan məsələn, Allah yəni eləməsin, heç kim başına gətirməsin. Doğuşan məsələn doğdu, balalara baxmadı, ya nə bilim balalar soyuq oldu, öldü, ya nə bilim nəsə axırı. Doğuşan balanı yedi. Belə bir şeydir. Axırı doğuşan baladır, balalar öldü. Bunu bala öləndən, bala doğulandan neçə gün sonra tütə vuraq? Yəni bala doğuldu, öldü. Neçə gündən sonra yəni tütə vurmaq olar? Belə deyim. Doğandan sonra bu heyvan çox zəif olacaq. Yəni arıqlayacaq, gücdən düşəcək. Bunun necə deyim, yəni təzəldən əvvəlki formuna qayıtmağı var. Yəni o yan bu yan. Başlı bir 10-15 gün çalışa bilərsiniz, yəni tələsmirsinizsə bala almaqda. Necə deyim, bala öləndən 20 gün sonra da eləsəz lap yaxşı olur. Çünki doğuşan kökəlsin, eləsin. Çünki bala doğuşan zəif olsa, doğuşan bir o qədər də yəni zəif bala doğacaq. Nə qədər zəif olsa, bir o qədər də zəif bala doğacaq. Balaya baxamayacaq. Yəni ona görə çalışın bala öləndən biraz gec atın doğuşanı. İnşallah indi mən də bu ya sabahda birisində atacam təzəldən. Heç belə istəmirəm atmaq. İstəyirəm ki, fevraldan sonraki ay nə idi? Fevral, martda da deyəsən ha. Öyle ki, bu aydan sonraki ayda, fevral, martda. Martda atam. Martın biri atsam üstə. Martdan sonraki ay nədir? Ayları da bilmirəm. Yəni martda atsam üstə, o bir ayın biri yəni üstə gələcək. Əsafla bağlayacaq. Onda da istiyə düşməyəcək. Yəni yaxşı sərin hava olacaq. Nə soyuğa düşmür, nə istiyə. Yaxşı hava olur. Yəni çalışın doğuşanı nə çox soyuq havada üstə vurmayın, nə də ki çox isti havada. Hardasa fevral ayı, nə bilim mart ayı belə bağlasa yaxşıdır. Məsəl üçün yanvarın biri atın üstə, fevralın biri bağlasın. Ya nə bilim fevralın biri atın üstə, martın biri bağlasın. Belə bağlasa yaxşıdır. Mən o prosta gətirdiyim yerdə bu üstə düşmüşdü, pis ayda üstə düşmüşdü. Gəldi düşdü, yanvarda bağladı. Yanvarda soyuq aydı. Bəzi yerlərdə isti ola bilər yanvarda. Yəni bəzi bölgələr isti ola bilər. Yəni isti deyər. Yəni havalar yaxşı ola bilər. Amma ki Kürdəmirdə biraz yaxşı olmadı. Hava çox soyuq oldu. Hətta qar yağdı. Ona görə balalar da zəif idi. Bilmədim ana baxmadı, yoxsa balalar zayıf oldu deyənə öldü, soyuq oldu, nəticə axırı öldü. Görək inşallah. Bu özünü yığsın. Bu da atacam üstə. Buraları da təmizləmişdim. Təmizdir. Bu dişi ancaq ayaq yolsun, belə deyim. Ora eləyir. Qapının ağzına görsədim. Bu dişi ancaq ayaq yolsun, belə deyim, bura eləyir. Düz bura. Bura dolu olur. Bura indi video başlamamışdan qabaq təmizlədim. Bura bütöv belə zirzibil idi də, görsü qapqara qalıb. Bura eləmək yaxşıdır, prosta ki bir yandan pisdir. Buradan eləməyi nətər yaxşıdır. Yəni buradan qapının ağzı rahat atıram çölə. Amma ki bura eləməyin bir pis yanı da var ki, yem qapısı, su qapısı buradadır. Ölçək, maşallah böyüyüb, lərək var. Yayda bunlara həyətdən, bura damın içidir də görmüsünüz. Damın içində yeşil düzəldib saxlayıram. Damın içinə bıraxaram. Burası orada taxtalar var. Taxtanın altına girib girəcək. Ya balalası orada bağlayacaq. Ona görə istəmirəm. Yayda bunlara çöldən yaxşı işıqlı yer düzəltəcəm. Hələ ki burada qalsınlar.
Belə əziz izləyicilər, sağ olun, salamat qalın. Bir də deyim, yəni kim nə haqda məlumat istəyirsə, o məlumatı yazsın ki, filan məlumat haqda video çək. Mən də həmin məlumat haqda video çəkim. Yəni prosta necə deyim, belə video çəkəmirəm, çünki bilmirəm hansı məlumatlar sizə maraqlı gəlir, sizə hansı məlumat lazımdır, ona görə yəni çəkə bilmirəm video. Fikir götürün. Sağ olun, salamat qalın. Videonu bəyənək, abunə olaq. İnşallah videolarımız bəyəni saçsın, səhifəmiz böyüsün. Önünüzə yaxşı baxın, sağ olun.